Noyabr ayının 1-də Ədalət Partiyasının qərargahında partiyanın fəal üzvü, şair Vüqar Oğuzun Ömrün Ötən Notları kitabının təqdimat mərasimi keçirildi. Mərasimdə tanınmış ziyalılar, şairlər, media nümayəndələri, qeyri-hökumət təşkilatı rəhbərləri və Ədalət Partiyasının üzvləri iştirak edirdi. Tədbir partiyanın qurucusu İlyas İsmayılovun və Azərbaycan Vətən müharibəsi şəhidlərinin ruhuna bir dəqiqəlik sükutla başladı. Daha sonra Ədalət Partiyasının sədri Mütəllim Rəhimli çıxış edərək Vüqar Oğuzun partiya daxilindəki ictimai fəaliyyətindən və şair kimi yaradıcılığından geniş söz açdı. Xoş gördük. Bir daha siz Ədalət Partiyasının mərkəzi ofisində salamlayıram. Bugün çox gözəl bir tədbirə toplaşmışıq. Ədalət Partiyasının Masallı rayon təşkilatının sədri, bizim üçün çox əziz insan Vüqar bəyin ilk şeir kitabı çapdan çıxıb. Bu tədbirin özəlliyi həm də ondan ibarətdir ki, bəzən biz şairlərdə bir neçə kitabın təqdimat mərasimini edirik və artıq insanlar o şairə qarşı bir tələbdə bulunurlar ki, daha bol yaradıcılıq istəyirlər, daha yeni fikirlər istəyirlər. Ona tələb bir başqa olur. Amma ilk kitabın təqdimatı daha çox həyəcan vericidir. Həm şairin özü üçün, həm də ora toplaşan insanlar üçün. Bu baxımdan ilk dəfə kitabı nəşr olunan insanlar bunu daha yaxşı anlayarlar. Çox böyük həyəcan, diqqət, sarsıntı və yeni bir baxış prizmasından dünyaya yanaşırsan və təbii ki, xoşbəxtliklə müşahidə olunan çox gözəl anlar insan yaşayır. Vüqar müəllim də hesab edirəm bu hissləri yaşayır. Və şairlər adi insanlar kimi düşünmürlər. Bunu hər kəs bilir. Onlar bizlərdən tamamilə fərqli, bizim görmədiyimiz və gələcəkdən xəbər verən bir ruhda düşünürlər və həmin ruhu da qələmə almağı bacarırlar. Bu mənada biz Vüqar müəllimin də çapdan çıxan ilk bu kitabını məhz onun ruhu ilə yazılmış, ruhundan qopub, sözə hopmuş bir kitab kimi qeyd edə bilərik. Kitabı vərəqləyəndə ilk olaraq gözə nə dəyir? Biz Vüqar müəllimlə 90-cı illərdən bir yerdəyik. Onu deyim ki, yəni ilk kitabı poeziyaya həsr olunsa da, amma ilk fəaliyyəti yəqin ki, siyasətlə bağlı olub. Mən belə görmüşəm. Bəlkə də orta məktəbdən təbii ki, şeirlər yazmağa başlayıb. Amma bizim tanışlığımız bir siyasi müstəvidə olub. Və siyasi müstəvidə də Vüqar müəllimin necə etibarlı, necə dəyanətli, əqidəsinə sadiq, sözünə bütöv bir insan olduğunu görmüşəm. Və bu özü böyük keyfiyyətdir. Məhz belə keyfiyyətli, belə keyfiyyətə malik insanların kitabının nəşr olunması cəmiyyətimiz üçün həqiqətən də böyük bir uğurdur. Tərbiyə verənin özü şübhəsiz ki, çox böyük tərbiyəli insan olmalıdır. Bu sözlə əməlin üst-üstə gəlməyi deməkdir. Amma biz nəyi müşahidə edirik? Müasir Azərbaycan cəmiyyətində çox təəssüf ki, tərbiyə verən insanlarla əməl arasında çox böyük fərq var. Yəni sən yaxşı danışa bilirsən, amma sənin hərəkətlərin heç də buna ehtiva eləmir. Bu yerdə adamın yadına bir misal düşür. Bilmirəm nə dərəcədə doğrudur, amma bir rəvayət kimi də danışmaq olar. Deyirlər, biri Peyğəmbərdən soruşur ki, bu dünyanın sonu nə zaman gələcək? Deyir, bu yolla get, 3 əlamət görəcəksən. Onda başa düşərsən ki, nədir? Gedir, qayıdır, gəlir, onun biri burayığında danışır ki, deyir, mən bir çox gözəl orada quşlar gördüm, amma düşürlər ağacın budağından nəcisi-yirlər, çıxırlar orada çox gözəl oxuyurlar. Bir görürsəm, onların hərəkətlərindən, əməllərindən, oxuduqları arasında nə qədər böyük fərq var. Gələcəkdə də cəmiyyətdə cəmiyyətin axırı, dünyanın axırı o zaman yetişəcək ki, insanların dediklərinin, əməlləri arasında fərq yaradacaq. Və biz çox təəssüf ki, cəmiyyətimizdə bunu müşahidə edirik. Bu dünyanın sonunun yaxınlaşdırılmasıdır. Amma çox şükür ki, Vüqar müəllim kimi insanlar da var ki, o sonun yaxınlaşmasına mane olurlar. Yəni sözü ilə əməli üst-üstə düşür. Kitabı vərəqləyəndə biz
Vüqar müəllimin necə vətənpərvər bir insan olduğunu görürük. İlk baxışda təbii ki, bunu qeyd eləmək lazımdır. Və müasir Azərbaycan tarixi, belə deyək ki, bu kiçik kitabda əksini tapıb. Mən özü ilə də tez-tez danışıram. Danışa bilməsək də WhatsAppda bir-birimizə yazışırıq, səs göndəririk. Çap olunmamış şeirlərinin oxucusuyam və buna görə Vüqar müəllimə təşəkkür edirəm. Yəni çox yaxın dostlarımla yəqin ki bölüşür ilk şeirlərini və özünə də bildirmişəm. Müasir Azərbaycan tarixi həm də bədii ədəbiyyatda əks olunur. Tarix özü bir məntiqdir. 5 əsr, 10 əsr, 100 əsr əvvəli olduğu kimi detallarına qədər bilmək və kitaba köçürmək mümkün deyil. Amma o dövrün əsərləri ilə bir məntiq olaraq yanaşırlar və cəmiyyəti, insanları təsvir eləyə bilirlər. Vüqar müəllimin bu kitabına da baxanda 100 il sonra Azərbaycan cəmiyyətində bugün yaşanan o vətənpərvərlik duyğuları tamamilə öz əksini tapacaq. Buna şübhə ola bilməz. Amma yaradıcılığında o qədər genişlik var ki, doğrudan da insan belə heyran qalır. Azərbaycanın bir kənd məktəbində müəllim işləyən insanın zəkası nə qədər genişdir. Və bu həm də hörmət doğurur. Dini sahədə elə şeylər yazır və onu bədii dildə ifadə edir ki, heyran qalırsan. Deyirsən ki, burada biliyi olmadan bu sahədə təbii ki, heç nə yazmaq mümkün deyildi. Yəni bir Vüqar müəllimi biz yüksək mədəniyyətə, dəyərlərə sadiq insan kimi göstəririk və onlardan biri vətənpərvərlikdirsə, təbii ki, digəri bizim müqəddəs dinimizə bağlılıqdır. Hansı ki, dinin o yüksək dəyərlərini özündə əks edir. Və öz həyatında da, dostlara münasibətində də, cəmiyyətdə iştirakında da bizim dinimizin o gözəl əxlaqi xüsusiyyətlərini ortaya qoymaqdadır. Vüqar müəllimin həm də şeirlərini oxuyanda, mən bunu bilmirəm nə qədər doğru sezmişəm, bir sevən şair olduğu da görsənir. Yəni bir sevgiyə qovuşmayan şair. Və zamanla həmişə deyirlər ki, şairlər o zaman böyük olurlar ki, onlar sevgilərinə də qovuşmurlar. Vüqar müəllimi bilmirəm bu yaradıcılığında hansı nüans onu gətirib bu mərtəbəyə çıxarıb ki, o bir şair statusunda ala bilib. Vətənə sevgidir, dinə sevgidir, yoxsa bir xanıma sevgidir. Yəni bunu təbii ki, çox güman ki, gələcək kitablarında daha yaxşı belirləmək olar. Bəlkə də burada söz sənət adamları toplaşıblar, onu daha yaxşı ayrı eləyə bilərlər. Amma bu nə sevgidirsə, təbii ki, insanı digərlərindən qabağa doğru atmağı bacarır. Və təbii ki, Vüqar müəllim bir pillədə yuxarı qalxaraq bir çoxlarımızın nəşr eləyə bilmədiyi və bir çoxlarımız üçün əlçatan olmayan möhtəşəm bir kitabın müəllifinə çevrilib. Və mən çox şadam ki, bu kitabın ön sözünü bizim çox görkəmli şairimiz, ustadımız Musa müəllim Əkbərli yazıb. Onun qələmindən çıxıb. Vüqar müəllim özü də Musa müəllimin yaradıcılığında iştirak elədi. Səlcuq rayona gedir deyə bir qədər tez tərk eləməli oldu. Amma Musa müəllimin böyüklüyünə mən bir daha nə vaxt şahid oldum 75 illiyində. İlahi biz insanları həqiqətən də təqdim eləyə bilmirik. Mən də bu təəssüratı yarandı. Bu o insanların hesab edirəm ki, çatışmayan cəhəti deyil, bu cəmiyyətimizin çatışmayan cəhətidir. Biz yaxşıları təqdim eləyə bilmirik. Və çox təəssüf ki, layiq olmayanlar həmişə cəmiyyətin üzərində bir diktə eləməkdədirlər. Və yaxşı və pis olmağından asılı olmayaraq onlar hesab edirlər və çox da közlərinə inamlı danışırlar və bəzən hesab edirlər ki, bu doğrudur. Və cəmiyyətdə o nizamı, o qaydanı pozurlar. Bunu açıq şəkildə etiraf eləmək lazımdır. Biz bir partiya olaraq cəmiyyətimizdə istedadlı insanların həmişə dəstəkçisi olmalıyıq. Biz bir partiya olaraq sıralarımızda ən müxtəlif sahələrdə fəaliyyət göstərən, çalışan və bu sahədə irəliləmək istəyən insanlara dəstək olmalıyıq. Bunları cəmiyyətimizə təqdim eləməliyik ki, Ədalət Partiyası bunların üzdə olmağını istəyir və Azərbaycanın gələcəyini də bu insanların çiynində görür. Və düşünürəm ki, Vüqar müəllim kimi ruhlu insanlar
Azərbaycan cəmiyyətinə yalnız fayda verə bilərlər. Pozulmuş münasibətləri, bizim şikayətləndiyimiz insanlar arası zorakılığı, qaynaqlanan əxlaqsızlığı aradan qaldırmaq üçün bu insanlar həmişə cəmiyyətin diqqətinə çatdırılmalıdır. İlk kitabına xeyirli uğurlu olsun deyirəm. Vüqar müəllimi təbrik edirəm. Növbəti kitablarını gözləyirik və daha böyük zallarda təbii ki, onun təqdimatını mütləq keçirəcəyik və eyni zamanda Vüqar müəllimin vətənpərvər bir insan olduğunu bilərək Ədalət Partiyasının inkişafında da xidmətlərini xüsusi qeyd edirəm bu yaradıcılıqla bərabər və ona bir daha uğurlar arzulayıram. Sonra Mütəllim Rəhimli sözü tədbirin aparıcısı şair Bəhlul Ataxalıya verdi. Çox sağ olun Mütəllim müəllim, çox gözəl təqdimat elədiniz. Doğrusu sizdən sonra adam bilmir nə danışsın. Çünki o qədər əhatəli danışdınız, o qədər geniş danışdınız. Vüqar müəllimin bütün məziyyətlərindən, onun şeirə olan münasibətindən, vətəndaşlığından, onun dinimizə olan münasibətindən çox gözəl danışdınız. Birincisi, onun haqqında sonra danışarıq. İcazə verin, mən bir haşiyə çıxım. Bugün biz elə bir məbəddəyik ki, elə bir ocaqdayıq ki, bu ocaq çox möhtəşəm, bu ocaq çox, necə deyim, heç nə ilə əvəz olunmayan bir ocaqdır. Ona görə ki, bu ocağın vaxtı ilə sizə qədər bu ocaqda rəhbərlik edən Ədalət Partiyasının rəhbəri rəhmətlik İlyas İsmailov. İlyas İsmailov haqqında danışmağa mənə elə gəlir ki, elə də ehtiyac yoxdur. Çünki onu bütün xalq tanıyır, onu bütün vətən tanıyır, onun ictimai-siyasi fəaliyyətini bütün Azərbaycanda uşaqdan böyüyə hamı bilir. Mən bir daha sizin bu çıxışınız, sizlə birinci dəfə belə ünsiyyətdəyik. Düzdür, Musa müəllimin yubileyində də çıxış elədiniz və çox gözəl çıxış elədiniz. Və burada bir daha mənim üçün aydın oldu ki, bugün bu partiyanın rolu, bu partiyanın başında sizi kimi belə hər tərəfli, geniş müşahidəli, layiqli bir vətəndaş durur. Mən sizi təbrik eləyirəm və inanıram ki, İlyas müəllimin başladığı, təməlini qoyduğu bu partiya indən sonra da daha da gözəl işlərinlə, haqqınla, ədalətinlə həmişə öndə olacaq. Mən İlyas müəllimin xatirəsinə bir şeir yazmışdım, rəhmətliyin. İstəyirəm o şeiri oxuyum, sonra məclisimizi davam elətdirək. Bir insan keçdi dünya səndən İlyas adında, ucaldı zirvələrə illərin qanadında. Əməli salih idi, haqqın hamisi oldu, kişiliyin, mərdliyin, yumşaqlığın, sərtliyin bütün hamısı oldu. Şah durdu, şah dayandı, şər qüvvələr önündə, yurduna arxa oldu xalqın çətin günündə. Qəfil oğul dağına dözmək asan deyildi. Nəhəng köklü bir ağac budağına əyildi. Bir xıdır keçdi dünya səndən İlyas adında, həmişə öndə oldu, hökmündə, inadında. Dönməz haqq carçısıydı, elin görən gözüydü. Ədalətsiz dünyada ədalətin özüydü. Mən Vüqar Oğuzu birinci dəfədir görürəm. Baxıram, maşallah, üzündən, gözündən nur yağır. Gülər üz, mehriban bir oğlandır. Oğlan demək olar da. Cavan, hələ yaxşıdır, maşallah. Bunun deməli, onun ədəbiyyata ilk gəlişidir. Bəlkə də bilmirəm, Vüqar bəy çoxdan şeirlər yazır. Yəqin ki, çoxdan yazmış olar ki, bu qədər şeirlər yazıb ərsəyə gətirə bilir. Vüqar bəyin bütün hamısının şeirlərinin hamısından tanış oldum, hamısından
maraqlandım, belə oxudum süzgəcdən, öz süzgəncimdən keçirdim və belə qənaətə gəldim ki, Vüqar bəy şeiri, sənəti duyan adamdır. Şeirin, sənətin elə belə gəlməyib. Yəni bu cığıra təsadüfən düşməyib. Cığıra düşüb və bu cığır yola çevriləcək inşallah. İnşallah ki, daha gözəl şeirlərini, kitablarını görəcəyik, şeirlərini görəcəyik. Bir qənaətə gəldim ki, elə siz elə əhatəli danışdınız ki, bizə söz qoymadınız qalıcı. Vüqar yəni bizim İslam dinini çox sevir. Bir müsəlman kimi, əsl müsəlman kimi müsəlmandır Vüqar. O dini şeirlərini oxudum. Xurafatçı deyil ancaq. O yaxşıdır ki, xurafatçı deyil. Dini bilir, dini izləyir, dinin o incəliklərinə gedir, ancaq xurafata varmayır. Bu, onun böyüklüyüdür. İkincisi, bir müəllim kimi onun şeirlərini oxudum. Çox gözəl nəsihətləri var. Məktəb illərini xatırlayır. Uşaqlara olan o münasibəti bu şeirdə özünü göstərir. Yəni, çalışır ki, insanların qəlbinə girə bilsin ki, ay uşaqlar oxuyun, savadlı olun və s. və ilə. Bir müəllim enerjisi var bu şeirlərdə. Müəllim nəsihətləri var. Nə demək olar? Təzə cığıra düşüb, inşallah Allahın köməkliyi ilə daha da bu puxtələşəcək, şeirləri bir-birindən gözəl şeirlər yazacaq. Tədbirin aparıcısı şair Bəhlul Ataxanlı Vüqar Oğuzun ilk kitabı barədə məlumat verdikdən sonra çıxışçılara söz verdi. İlk sözü Tanrı mənə söyləməsə yazmaram deyən şairimiz Musa Ələkbərliyədir. Mən ürək sözlərimi Vüqar müəllim bilir kitabda yazmışam. Mütəllim müəllim, siz çox doğru qeyd elədiniz ki, ilk kitab insanın həyatında önəmli bir hadisədir, yadda qalan bir hadisədir. Bir ilk kitab, bir ilk şeir, ilk sevgi kimi bir şeydir. İlk kitabla ilk kitab və ilk şeirin çapı. Mən yadıma gəlir, həyatımda özüm müşahidə eləmişəm. Elə bilirdim, bütün dünya ilk şeir çap olunanda, 14 yaşımda ilk şeirim çap olmuşdu. Deyirdim, daha zirvələri fəth eləmişəm. Ancaq Vüqar müəllimə demək istəyirəm, Şah Vüqar müəllim, ilk kitabı da gördük, o birisini, bu birisini, kitablar bir-birindən çalandıqca görürsən ki, yox, sənin ürəyinin istədiyini hələ yaza bilməmsən. Yəni, ədəbiyyat bir ilğim yoludur. O da, mən kənddə böyümüşəm, uşaqlarla çıxırdıq, bulut gəlirdi dağın başına, birləşirdi bulut, o dağla birləşirdi, deyirdi ki, biz ora çıxaq, göyün birləşdiyi yerlə birləşdiyi yeri görək. Görürdük ki, ora çatırdıq, görürdük ki, oradan o yana dağlar var, oradan o yana. Yəni, ilğim yoludur ədəbiyyat. Ömür boyu çalışırsan ki, ən yaxşı şeirini yazasan, ömür boyu. Ancaq görürsən, o deyir. Əgər o şeiri sən yaza bilsən, daha yaza bilməzsən. Desən ki, bax, bu mənim ən yaxşı şeirimdir, daha burada qutardım, onda şairi olmur o. Vüqar müəllim, sizə nəsihət vermək düzgündür. Ancaq bu sizin üçün ilk mükafatdır, ilk kitab ilk mükafatdır. Və minnət üçün demirəm, bu ön söz də sizin üçün ilk mükafatdır. Yəni, mən bu ön sözlə sizin boynunuza qoyuram ki, siz gələcəkdə yaxşı bir şair olacaqsınız, yaxşı şeirlər yazacaqsınız və indi də yazırsınız. Yəni, ötən xatirələr haqqında, hər kəsin ötən xatirələr haqqında kifayət qədər deyiləcək sözü var. Mənim arzum nədir? Mənim arzum budur ki, bu günün, çağdaş günün və gələcək günlərin şeirini yazasınız. Mən ona inanıram ki, siz gözəl şeirlər, bundan da gözəl şeirlər yazacaqsınız. Çünki
gələcək daha maraqlıdır. Bu gün daha maraqlıdır. Siz böyük bir partiyada, partiyanın aparıcı qüvvələrindən birisiz o rayonda. Sizin ilk kitabınız o kəndə böyük bir sevinç aparıb. Mən belə hesab edirəm. O məktəbə böyük bir sevinç bəxş eləyib. O şagirdlərə böyük bir sevinç bəxş eləyib. İnanıram ki, o sevinçlərin, o müjdələrin sayı çoxalacaq və siz bu partiyada siyasi cəhətdən yetkinləşdikcə, bu partiyada öz rolunuzu davam elətdirdikcə, poeziyada da öz yolunuzu davam edəcəksiniz. Mən sizi ürəkdən təbrik edirəm və partiya yoldaşlarınızı da başda müəllim olmaq şərtindən hamını təbrik edirəm ki, partiyamızın doğrudan gözəl bir nümayəndəsi ilk kitabı bu məbəddə, bu Bəhlul müəllim dediyi kimi bu ocaqda təqdim olunur. Bunun özü böyük şərəfdir. Vüqar müəllimin belə bir şeirini oxudum, çox gözəl, xoşuma gəldi. Ginnesin rekordları öz şagirdinə yazıb. Çox gözəl şeirdir. Çox sürətlə oxuyur Mirvari kitabları. Elə bil hər kitabın əlindədir açarı. Oxuyub heyran qalıb, qoyub müəllimi Vüqarı. Deyirəm uşaqlara, siz də oxuyun barı, onu məşhur edəcək Ginnesin rekordları. Qısa yığacam, çox gözəl bir şeir. Növbəti sözü mən Hacı Zaməddinə vermək istəyirəm. Qoy ağsaqqalımız Vüqar haqqında öz fikirlərini çatdırsın. Yəqin ki, onun da müşahidələri olmamış olmaz. Təşəkkür edirəm. Birinci dəvətinizə görə təşəkkür edirəm. Bu tədbirdə iştirakıma görə. İkincisi, hər birinizi salamlayıram. Deyir, şeir yazdım. İlham odum yavaş-yavaş tüstülədi. Şeir yazdım. Şairliyim, neftçiliyim üstələdi. Mən neftçi olmuşam, 50 il, 49 il. Çox gözəl. Ancaq şairliyim indi Azərbaycanda hər yeri gəndə mənə şair kimi tanıyırlar. Deyirəm ki, mən neftçiyəm, niyə neftçi kimi tanımırsınız? Deyir, şairin ondan üstündür. O şeiri ona görə yazmışam. Bir dənə də balaca bir şeiri yazmışdım. Gələcəm, yəni dolayı gəlirəm sizin ünvanınıza. Buyurun, buyur. Kim güclüdür dünyada? Bu sualı hər bir kəsə verəndə hərə öz fikrinə, öz düşüncəsinə görə ona cavab verəcək. Kim güclüdür dünyada? Təbii ki, dərəcələr Allah ondan başlayır da təbii. Ancaq yer şumlayan babaya sual verdi nəvəsi. Ay baba, söylə görüm kim güclüdür dünyada? Qarışqa mı ya fil mi? Bir anlıq fikrə dalıb müdrik baba söylədi. Ay mənim oğul nəvəm, ay mənim də oğul nəvəm. Dünyanın ən güclüsü nə pələkdir, nə şirdir, nə dəvədir, nə fildir, nə qarışqa tifildir. Bu dünya bir mücrüdür, aqil insan güclüdür. Eyvallah. Bax, bu belə bir şeirlər. Sonra indi Ginnesin rekordlar kitabı məsələsi. Bir dənə mən Həncərsə Narnalim belə bir şeir yazmışdım. Onu 10 il gizlətmişəm. Heç kəsə ilk dəfə yazanda tərləmişəm. Yeganə şeir yazanda tərləmişəm. Dedim, ay bunu cəmaət necə qəbul edəcək və məni biabır eləyəcək dəsin. Ona görə Narın xatın var bizim aşıqlar cəmiyyətində, qadın aşıqları, aşıq fərmədi. Oxuyandan sonra alnından öpü, oğul, sən niyə bunu gizlətmirsən neçə ildir? Bu bilirsən nədir? Elə ilk nəzirəni oyadım. İndi 72 şair, ancaq Musa Rəhbəri yazmıyor. 72 şair mənə nəzirə yazıb, kitab çıxıb 70. Nizami Cəfərov var, akademikdir. Deyir, qağa, bu kitab Ginnesin rekordlar kitabına düşən şeydir. Bir şeirə bu qədər nəzirə yazılmıyor, mən görməmişim. İndi bu el oğlumuz, Vüqar müəllim, mən deyir, hər bir canlı, mənim belə bir fəlsəfi fikrim də var. Hər bir canlı, dünyaya gələn hər bir canlı, öz doğulduğu torpağın özünü oxşayar. Şeir sevincin və kədərin məhsuludur. Belə bir fikrim də var. Sevinmədən o şeiri yaza bilməzsin. Kədərlənmədən, qəhər keçirmədən o şeiri yaza bilməzsin. Vəq kimi gəlir, keçir. Gəldi, keçdi, tutdu, qanadından tutun, o səninkidir. Şeirə çevrilir. Yox, uçdu, getdi. Bir də o fikir beyninə gəlmir. Mən çox elə rekord kitab yazmam, 17 kitab müəllifiyəm. Səməd Turna aid dram əsəri yazmışam, vurğuna vurğun gəlin. Tamaşaya qoyulub və mən həm dramaturq, həm şair, həm neftçi, həm müəllim, həm hacı və s. Bu adları gərək şərəflə daşıyasan.
Şair adı Qüvvətli tamam sanırım. yox da mən Burağan deyiləm. Mən həccə getmişəm. Tamada bəli. Onu da hər adamı seçmirlər ki tamada. Düzdürmü? Layiqli adamı seçərlər də. Yox, bu bir şey də haşiyə də çıxım. Nihat Xatiboğlu var. Türkiyənin din xadimidir. O Türk televiziyasında həmişə çıxış edir. Nihat Xatiboğlu. Biz oxşarıq, bənzərik. Bənzərik. Bir dəfə Türkiyəyə getmişəm, Azərbaycanın 100 illiyində məni Türkiyə çağırırlar. Çünki Türkiyə-Azərbaycan arasında ilk müqaviləni, dövlətlər arası müqavilələr yox idi. Mən həmkar arası müqaviləni petrol iş deyirlər onlar, neftçiyəm. Onu imzalamışam. İlk dəfə onlarla müqavilə bağlamışam. Ancaq Heydər Əliyev gələndən sonra 94-cü ildə Türkiyə ilə Azərbaycan arasında rəsmi müqavilə oldu, dövlətlər arası. Ancaq mən 2 il ondan qabaq həmkarlar arasında müqavilə bağlamışdım. Bax, ora gedəndə hamı gəlir mənlə şəkil çəkdirir. Deyirəm, mənlə niyə çəkdirsən? Deputatımız da var, o da var. Mən Azərbaycanın 100 ilinə çağırmışlar, Bursa şəhərində. Deyir ki, bunu sabah, bir nəfər Azərbaycanlıymış orada ticarətçi işləyir. Gəl deyir, dayı, aşkar eləmə. Mən sabah saat sirri dəyəcəm, sabah gələrsiniz bura. Mən bir dənə də namaz qılmaq üçün xalça hədiyyə eləyim. Deyir, siz Nihat Xatiboğlu kimi sizə şəkil. Görürəm ki, hamısının şəkillər divarda vurulub. Dünən çəkilən şəkil büyümüş divarlarda. Yəni belə bir şey də var. Bu da indi deyirəm şükür ki, o yaxşı insan olub, o Nihat Xatiboğlu. Əgər başqa biri olsaydı mən gəlib burada yaşamayaydım. Bu da var. Sizə yaradıcılığınızda mən kitab oxudum. Təbii ki, indi vərəqlədim, oxudum. Siz qəlbən o şeirlər elə belə süni şeirlər deyil. Qəlbdən gəlib yazmışsınız. Qəlbən yazmışsınız. Real şeirlərdir. Real şairsizsiniz. Birinci kitabdır. Təbii ki, həyat hər yer asfalt deyil ki. Gərək enişə, yoxuşa, dağa, təpiyə, dəriyə hamısını keçəsən ki, biləsən. O həyat təcrübəsindən asılıdır. O təcrübə sizdə var. Çünki pedaqogsunuz. Pedaqogdan da müqəddəs insan yoxdur. Özündən başqa gələn nəsli tərbiyələndirir. Bundan gözəl nə ola bilər? Bizə müəllim müqəddəs addır. Baxmayaraq son vaxtlar, yəni belə, mən Misir müəllimlə yaxın dostumdur, demişəm, ay Misir qağa, təhsil niyə belə elədiniz? Deyirəm, bala, mən kiməm ki? Başa düşürsün millətəri. O olanda, yəni Misir müəllim. İndi təhsildə işləməyənlər gətirir, təhsil naziri qoyurlar. Misal, indi gör nə yazırlar, şeylər var. Allah can sağ versin, mən onun yerinə gözüm tiyməmişəm, təqaüdçiyəm, mən artıq o dünyanı fikirləşirəm. Allah can sağ versin hər birimizə, hər birinizi sizi təbrik edirəm, uzun ömür can sağlığı. Ancaq bizə xahişim var, bu kitaba imzanızla mənə hədiyyə edin. Evlərə uğramışam. Çox sağ olun. Sağ olun. Şair əlindən xeyir duanı almaq hər adama nəsib olmur. Sağ ol, təşəkkürlər. Xəyal məni lap uzağa apardı. Gah bürküyə, gah sazağa apardı. Qanadında düz qazağa apardı. Köçəskərdə xavar aldı bir pəri, ağırın əliyim, həncərsən həncər. Köçəskər Tovuzdan sonra birinci kənddir. Orayı keçməmiş, yəni qazağa girişdi. Belə səfər heç girməzdi yuxuma. Xanlıqlarda çatdım boya buxuna. Doğma yurdum möcüzədir çoxuna. Elat görmüş burada Sultan Səncəri. Ağırın əliyim, həncərsən həncər. Həm tarixi dədim şəhər. Aman Allah, onu dedim. Aman Allah, keçən günlər hardadır? El-obamın yaylaqları dardadır. Yaddaşımın yadında da var dadı. Qulançarı, cıncılımı, pencəri, ağırın əlim, həncərsən həncəri. Ömrüm boyu erkən durub gec yatdım. Neftçi belədir da. Ömrüm boyu erkən durub gec yatdım. Çox arzumun istəyinə mən çatdım. Aya qismətimin ruhsunu oyatdım. İndi deyil, nahar fasiləsidir. Hamı arzu. Kim istəməz bir qurutduq həngəli. Ağırın əlim, həncərsən həncəri. Ozan yurdum, şair yurdum, nur yurdum. Müqəddəsim, ocaq yurdum, pir yurdum. Azərbaycan, şimal, cənub bir yurdum. Zahməddinəm şairlərin cəncəli. Ağırın əlim, həncərsən həncəri. Mən cəncəl şair. Çox sağ ol. Və bu şeir artıq İranda, Cənub Azərbaycanda yayılıb. Məclisimizdə çox dəyərli insanlar çıxış eləyirlər, iştirak eləyirlər. Bu da şeirə olan məhəbbətdir, şeirə olan
böyük hörmətdir. Belə məclisimizin bir iştirakçısı da gözəl şairimiz Rafail Həbiboğludur. Əziz məclis iştirakçıları, hamınıza təşəkkür edirəm. Mənim bu məkanda iştirakımın səbəbkarı İradə xanıma təşəkkür. Son vaxtlar bu maşallah olsun, ənənəyə qayıdış, bu ədəbi bədii gecələr, kitab müzakirələri filan çox olur. Elə dünən də birindən çıxıb o birisinə, ən nəhayətdə günün sonunda Məmməd İsmailin hanım günündə iştirak elədi və tədbir sonrası İradə xanım məni bugünkü kitab müzakirəsinə dəvət edəndə vaxtımın darlığına baxmayaraq iştirakıma bir növ dilimdən hə çıxdı. Niyə? Bunun da özəl səbəbləri var. Çünki Ədalət Partiyası deyəndə mənim üçün bir xeyli xatirələr canlanır və Masallı da deyəndə onun üstünə gəlir. İlyas müəllimi, rəhmətli İlyas İsmailovun ilk dəfə partiya sədrlərinin birgə yığıncağı, mənim iştirak elədiyim birgə yığıncağı məhz Masallıda, Masallı şəhərində baş vermişdi. Partiyalar sədrləri yığılmışdılar ora. O cümlədən İlyas müəllim də oradaydı. Sonralar mənim dostlarım, tələbə yoldaşlarım, həmyerlilərim partiyanın qərargahı 28 mayın yaxınlığında yerləşərkən o qəzeti buraxan baş redaktor mənim dostum Xanoğlan idi. Sonra Aydın Caniyev idi, möhtərəm, möhtəşəm. Fərzux rəhmətli Seyid bəyli o qəzetin əməkdaşı idi. Onların yanına gəlib gedirdim. Və belə Mütəllim müəllimi də mən deməsəm olmaz. Son vaxtlar ki, ədəbi bədii yığıncaqlarda iştirakım, Musa müəllimin yubileyində çıxışın və burada indi arzu eləyək ki, ədəbi bədii kitablara münasibət, elə məhz Mütəllim müəllimin göstərdiyi, sərgilədiyi münasibət başqalarına da bir örnək olsun, stimul götürsünlər, motivasiya versin. Mən sizə təşəkkür edirəm. Vüqar müəllimin kitabını vərəqlədim. İndi səbəbkar Vüqar müəllimdir deyə söhbətimizin əsas mövzusu Vüqar müəllim olmalıdır. Mən sizi təbrik edirəm və Ədalət Partiyasının Masallı şöbəsinin bir sədri kimi siyasi fəaliyyətinizdə uğurlar arzulamaqla bahəm, həm də öz sahəm olduğundan ədəbi sahədə də uğurlarınızın daha bol olmasını arzu eləyirəm. Ömrün ötən notları. Maraqlı addır, biraz belə poetik addır və dinlə bağlı, mən vərəqlədim kitabı tədbir öncəsi, dinlə bağlı burada müsəlman xanımız İslam dininin bəndələriyik, Allahın bəndələri və İslam dini bizim güvəndiyimiz, sığındığımız, tapındığımız və o məşhur hədisi də siz şeirə çəkirsiniz, hansı ki, Həzrət Əlidən soruşurlar ki, o kimlər ola bilər ki, sizin moizələrinizin təsiri ona çatmaya və o da belə bir cavab verir ki, o insan ola bilər, o bəndə Allah bəndəsi olar ki, o insanların ən betəridir, ən sona qalmışıdır. Onu gözəl bir şeirə çevirməklə ikicə bəndli şeirdir. Bir gün Həzrət Əlidən soruşdular, ya Əli, mən o şeiri oxumaq istəyirəm, qısadır deyə. Kimə moizə etsən ola bilməz əsəri,
cavabında o həzrət söylədi bu sözləri. Nadandır insanların ən pisi, ən bətəri. Yəni bizim bilirsiniz bu şeir, poeziya belə bir dərin sonu olmayan bir dərindən dərin bir yerdir, məkandır ki, baş vurduqca o İlğım dedi Hacı Nizaməddin bəy getdikcə dərinlərə elə hey onu Musa müəllim də toxundu ki, mən elə özümdən əvvəlki çıxışçıların o gözəl fikirlərinə istinad eləməkdən fəxr, qürur duyuram. Desən də ən belə da möhtəşəm şah əsərin budur, deməli bitmirsən sən. Çox gözəl, çox gözəl. Uğurlar arzuluyuram və hamımız sözün belindən gəldiyimizdən, öz atamızdan əvvəl ruhən, genlə sözün belindən gəldiyimizdən biz hamımız yazarlar qardaşıq. Və sənə bir qardaş olaraq uğurlar arzuluyuram. Sən dediyimlə belə şey olma. Mən yaxın bildiyimlə, səmimiliyimlə sən dedim. Və sözün belindən gələn qardaşın kimi məqamı düşübsə bir şeirimlə sözümü yekunlaşdırmaq istəyirəm. Söz haqqında söz. Qeybdən sözlər gəlirdi, uçurdu o gələn sözlər. Qabağına çıxanları qucurdu o gələn sözlər. Közdü, atəşdi, qoruydu, gözün yaşından duruydu. Vallah, Allahın nuruydu, saçırdı o gələn sözlər. Qara telli mələklərdi, göydən yağan lələklərdi, elə bil çərpələklərdi, açıldı o gələn sözlər. Sehirdi, bata bilmədim, yuyurdum, çata bilmədim, əl atdım, tuta bilmədim, necə oldu o gələn sözlər. Arzu eləyirəm, əl atıb tuta bildiyin sözlər daha çox olsun. Təşəkkür edirəm. Bugün bizim məclisimizdə Fərman Borçalı iştirak eləyir. Bu gözəl məclisdə, bu şeir törəninə gəlib. Onun da yəqin ki, ürək sözləri var. Çox sağ olun, minnətdaram. Mən vurğunam şirin dilli təmiz ürəyə, and olsun Allaha bu yerə göyə. Salmaram Füzuli qardaşımızın sözünü yerə. Zəng elədi ki, bizim Vüqar Oğuz'un kitabının təqdimatıdır. Mən də sevinə-sevinə gəldim. Xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Gələn qədəmləriniz mübarək olsun. Talih sizə yar olsun. Ömrümüz saadətlə, qəlbiniz nurla olsun. Hər kəsin bir eşqi, bir ədası var. Belə görüşməyin də öz səfası var. Nə yaxşı, könlümün öz vəfası var. Azərbaycan xalqının belə dəyərli ziyalıları var. Belə gözəl şairləri var. Belə gözəl ağsaqqalları var. Ağsaqqal məhəbbəti, ziyalı məhəbbəti, şair məhəbbəti bir sərmayədir. Halallıq güc verən ona mayədir. Saflıq səmalardan gələn ayədir. Bunu qəlbində yaşadaq gərək. Ana vətən Azərbaycanımın hər biriniz ən sevimli evladısınız. Aydan arı bu günümüzün işıqlı bir sabahısınız. Bir yanında Dəli Kürüm, bir yanında Xan Arazım, bir yanında Göy Xəzərim, həzin-həzin nəğmə çalır. Bir yanında Şah dağım, bir yanında Qoşqar dağım, bir yanında Baba dağım əhvalınızı xəbər alır. Əziz qardaşlarım, gözəl bacılarımız, sizə şeiri söyləməsəm, sizə nəğmə bəsləməsəm, qınar məni Xan Arazım, qınar məni odla yurdu Azərbaycanım. Vüqar Oğuz, yaxın gəl səni təbrik edim. Mən bilirəm, bu gözəl insanlar bilir qədrini, canım ciyərim qədər istəyirəm xətrini. Bu yaxınlıq, bu tanışlıq, bu gözəllik, bu mehribanlıq ülvülükdən başlanır. Solmayan bir sevgidir, əbədi bir ərmağan. Bu sevgidən ay doğur, ulduzlar parlaq yanır. Bu sevgidən güz arır damarımda axan qan. Kiminin məşəldir xəyalımda əməli, kimi baxır sabaha, gözləri od bəbəli. İnsanlar görürəm, sizin kimi
dili şəkər kəlməli, sinəsi alpaslanlı, qoz yolu babəli. Minləri düşsə də, eyni kökdən boy atan. Ellər elləri tapır, əllər əlləri tapır. Boylanıb bir-birinə uzaq aydan, yollar yollara çıxır, illər illəri tapır. Harda ana dilimdə insanlar danışırsa, ora mənə əzizdir, mənə vətən görülür. Qəlbimin göy səması elə genişdir, geniş. Bir başımda ağ dəniz, ağır-ağır çalxanır. Bir başımda Altayım, ağ buluddan boylanır. Əlimdədir cilovu Xızır İlyas atının. Bu at odlardan keçir, nalları daş qoparır. Gəzirəm, heyran. Mən öyle bir dünyanı, məni dillər çağırır, arzularım aparır. Milyon insandır mənim dostum əzizim. Dilimi anlayanı sözlərimi öpürəm. Sinəmdə salxanır çayım, gölüm, dənizim, mən ana torpağımı, mən ulu borçalımı, odlar yurdu Azərbaycanımı, əziz qardaşlarımı, gözəl bacılarımı, gözlərimi öpürəm. Mən sizi təbrik edirəm. Ulu borçalımızın başı qarlı dağları, güllür bulaqları, bənzərsiz təbiyyəti, füsunkar gözəlliyi, qəlbinə ayna, yoluna çıraq olsun. Qutarıq səni sevənləri qorusun. Təbrik edirəm sizə. Nurəddin Ədiloğlu bizim məclisdə iştirak eləyir. Vüqar elə belə, yəni təsadüfi gəlməyib. Yəni bu belə deyək ki, ədəbiyyata təsadüfi gəlməyib. Çünki Vüqarın atası Fazil müəllimi mən tanımışam. Mən Çağırış qəzetində işləyəndə rayonda hələ Sovet dövründə Həsənli kəndindən, Vüqarın doğulduğu Həsənli kəndindən bir çox qələm adamları vardı. Aslan Əsədli idi. Hələ 19-cu əsrdə bunların kəndində Aşıq olub, Aşıq Hacıalı, Rövşən müəllim idi. Bir Həsən Bala müəllim vardı, Həsən Sani imzası ilə Çağırış qəzetinə yazılar verərdi və dövrün nəbzini tutan yazılardı. Ardasa Qarbaçovun aşkarlıq dövrüydü. Belə bir rubrika altında yazılar verirdik. Həsənli kəndinin ziyalıları aktiv iştirak edirdi. Dünənləri Füzuli müəllimdən biz İlyas Məmməd İsmailin anım mərasimində iştirak edəndə mənə dedi, sabah Vüqarın orada tədbir olacaq, yəqin ki, iştirak edir. Dedim, oxumuşam. Demək, mən elə orada bir balaca bir anekdot deyil, amma bizdən qabaq nəsillərin, ağsaqqallarından eşitdiyimiz sözdür. Yəni, bu həm də Vüqarın Ədalət Partiyasına gəlməsinin elə bir bazasında dayanan nəsə var. Məhz danışdığım əhvalatda o vaxtı Zaməddin müəllim, hacı, demək danışırdılar yaşlı nəsil nümayəndələri. Deyirlər, Stalinin bağrı çatlamazdı. Həsənli kəndi çatladı. Yəni, o qədər ədalət tələbkarıdır bunlar, o haqq tərəfdarıdırlar bunlar. Bunu deyirdilər. Sonra, məsəl üçün, trasda, məsəl üçün, bir maşın sürür biri. O vaxtı, yəni, hələ Sovet dövründən söhbət gedir, ha. Qayı saxlayır, tutalım. Birinci soruşur ki, sən Həsənlidən deyilsən ki, bilir masallı nömrəsi, deyir, Həsənlidən deyilsən ki. Elə ki, deyirdi, Həsənlidənəm, deyirdi, git. İşim yoxdur səndən. Çünki bilirdi ki, haqqı tələb eləyəcək. Yəni, bu Vüqarın kəndi barədə mənim məlumatımdır. Qaldı Vüqarın atası da... Bəli, mən onu sağ olun yadıma saldınız. Bunun Ədalət Partiyasına gəlməyə ədalət axtarışı olub. Bir Həsənli sakini kimi ilk növbədə ədalət axtarışı olub. Mən nə deyə bilərəm? Bizim kəndimlərimiz qonşu kəndlər sayılır. Vaxtilə Sovet dövründə 8-ci sinif bizim 8-lik məktəb olub, bunlarda orta məktəb olub. Bizdə 8-i qutaran uşaqlar gedib bunların kəndində təhsil alıblar. Sonra bizdə də aramızda bir kənd var, iki kənd var. Amma yenə deyirəm, bizə Muğan zonasının kəndlər deyirlər. Bir məlumat da verim ki, bunların əsli kökü Anadoludan gəlmədilər, əsir türk tayfalarıdır. Bir qanat da Ərdəbildən gəlmədi. Mən Vüqarın kitabını mənə Musa müəllimin 75 illik yubileyində mənə verdi, apardım və biraz yəni oxudum. Və xoşuma gələn hissələr də oldu. Bir qeydlər də yazmışam hətta. Demək, Vüqar birinci özünü vətənə borcu sayan bir Azərbaycan vətəndaşı hesab edir hər şeydən əvvəl. Yəni, əsl Azərbaycan vətəndaşı kimi ictimai proseslərdə, həyatda, cəmiyyətdə baş verən hadisələrə biganə qalmaq istəmir və öz mövqeyini bildirir.
Səhv etmirəmsə elə Musa müəllimin ön sözü də belədir, özünü vətənə oğul sanan şair. Hacı Şahin Həsənli dünyasını dəyişəndə Azərbaycanda o ziyalı, o adamlar qalmadı ki, nəsə ona bir kimi esse yazdı, kimi şeir həsr elədi. Və mənim qardaşımın da, el oğlumun da Hacı Şahin Həsənliyə yazıb ki, sənə yaman aşiqəm. Hacı Şahin Həsənli bir gün Yasin xət edəcəyəm məzarının önündə. Yəni elə bir bu adam onun şəxsiyyətinə o qədər aşiq olub ki, özün borclu bilir ki, gedib Yasini onun məzarının önündə oxusun. Bu da bir, mən yenə deyirəm, yaxşı cəhətlərdir. Onu da deyim, bayaqları tez-tez vurğuluruq. Vüqar elə bir adam olub hələ gəncliyində. Bizdə bir ara aşura mərasimləri çox güclü keçirilirdi kəndlərdə. İndi son vaxtlar o biraz İran məsələsinə görə biraz onlara qadağalar qoyulur. Demək, o qədər bu din aşiqidir İslama. Mərsiyələr də yazıb bu adam. Mərsiyələri yazıb məscidlərdə oxutturmaq, təsəvvür edin, özün kənd müəllim olasan və sən mərsiyə yazırsan, onu məsciddə oxuyarlar. Bu, Vüqar Oğuz onu da eləyib. Vüqarın, mən deyərəm ki, böyük şairlik iddiası yoxdur. Özü də şeirlərini elə bu kitabında deyir ki, söz ustası deyiləm. Söz ustası deyiləm və bu, yəni nəyi demək istəyir? Ürəyində olanları yazır, amma böyük şairlik iddiası yoxdur. Bu adamın böyük şairlik iddiası yoxdur. Xüsusən uşaq şeirləri mənim uşaqlara həsr edir. Bayaqları Ataxan müəllim birini oxudu, Bəhlul müəllim birini oxudu, o Ginnesin rekordları. Yusifin nağılları. Məsələn, mənim xoşum məktəb illərində yazdığı uşaq şeirləri. Bir də qəribə bir etiraf var. Deyir, mən bu dünyaya sənə görə, deyir, sənin üçün gəlmişdim. İndi mənə bu dünyada yer yoxdur. Gözəl, yaxşı. Mən dünyaya sənin üçün gəldim. İndi mənə bu dünyada yer yoxdur. Mən də bir el oğlu kimi, məni ilk dəfə partiya, mən bir-birimizi demək olar ki, tanımırdıq. Atasını tanıyıram, qohum əqrabalarını tanıyıram, amma ilk dəfə Ədalət Partiyasının qurultayında mən elə səhnədən düşürdüm, gəldi, dedi ki, mən də masaldanım. Və mənim ilk kitabım Bakı Açıq Şəhərdir, demək, oxuyub və o bayaq da həyətdə görüşmüşük, ondan danışırdım, mütəllim müəllimlə rastlaşanda. Mən nə demək istəyirəm elə oğluma? Yaradıcılığında uğurlar arzulayıram. Bayaq da mənə dedin ki, növbəti kitabım hekayələr kitabı olacaq. Mən ümid edirəm ki, sənin hekayələr kitabın poeziya kitabından da qəşəng olacaq, gözəl olacaq. Mən bu ümidlə sənə can sağlığı arzulayıram. Övladım burada iştirak edir sənin. Övladıma da uğurlar arzulayıram. Mən sevinirəm ki, bu günləri bəlkə də bu partiyada ilk kitab təqdimatıdır. Buna qədər olub-olmayıb deyə bilmərəm. Amma bu da böyük uğurdur ki, sənlə başladı bu tədbirlər. Əminəm ki, bundan sonra burada gözəl tədbirlər olacaq. Haramdan uzaqdır, çox çəkməz dadı. Çünki haram kimi adı var, adıdır. Hər müşkül açılar vaxtı gələndə, gizlət sirlərini xəzinə sinəndə. Yəni, haramdan uzaqdır və sirrini öz sinəndə gizlə. Bu bir müəllim, həqiqətən də bir müəllim tövsiyəsidir, bir müəllim. Sizə yaradıcılığınızda və müəllim kimi işlərinizdə uğurlar arzulayıram. İndi isə sözü Eldəniz Xəlilova vermək istəyirəm, Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədrinə. Vüqar müəllim, sizi təbrik edirəm. Sizə həyatda can sağlığı, uzun ömür arzulayıram. Biz ara sıra bizim WhatsApp qrupumuzda belə ara sıra danışırıq, söhbət edirik, ümumi müzakirələr aparırıq, amma bu günləri sizin kitabınızın təqdimatıdır. Mən də kitabda şeirləri oxumuşam, bəyənmişəm, çox xoşuma gəlir. Bu yerdə deyim ki, rəhmətlik İlyas İsmailov da dəfələrlə vurğuluyurdu, deyirdi ki, hələ mən Respublika prokuroru işləyəndə ara sıra
tez-tez ayda bir dəfə deyir, şairləri, yazıçıları, qələm sahiblərini çağırırdım ki, prokurorluq sistemi belə bir sistemdir ki, burada insanlar biraz ittihamdan çəkinib və insanları o şair dünyasına qaytarsın, şair. Və İlyas müəllim dəfələrlə də deyirdi ki, insanın şəxsiyyəti onun boyunla, onun ölçüsü ilə ölçülmür, onun yekəpər olmaqla ölçülmür. Və belə bir şeir də var. İcazə versəydiniz, bu şairlərin yanında üzr istəyirəm. Mən şair deyiləm, ancaq şeirə böyük həvəsim var məndə. Mən inanıram ki, bu günləri bura gələnlərin hər kəsin ürəyində bir şeirə həvəsi var. Belə bir şeir var, deyir ki, bu dünyanın lap əzəldən, qışı da yazı boydadır. Nə böyük, nə balaca, çoxu da azı boydadır. Axır yozdum bu yuxunu, tanıdım yadı, yaxını, hamının boyu buxunu, ağzının sözü boydadır. Çox axtardım künc bucağın, gah o çağın, gah bu çağın, dünya yanan bir ocağın, közələn közü boydadır. Al ovucunda bük ürəyi, at sarmıxa çək ürəyi, insanlar var tək ürəyi, dünyanın özü boydadır. Mən elə insanlardan sizi görürəm ki, insan həqiqətən ürəyi dünyanın özü boyda olmalıdır. Yəni, insan dünyaya hər tərəfdən baxmalıdır, həm siyasi fəaliyyətində. Bu şeirin müəllifi cavan bir oğlandı, bu xalq yarışması vardı, şair Space TV-də o vaxtda. Ramiz Rövşənin stilində oxşar. Bəli. Yox, Ramiz Rövşən deyil, cavan şairlərdəndir. Oxumuşam bu şeiri, müəllifi yadımdan çıxıram. İlham müəllim, bir daha təbrik edirəm. Sizə həyatda yenə can sağlığı, uzun ömür, neçə belə. İndən sonra inşallah tez-tez sizin kitabınızın, növbəti kitablarınızın təqdimatına yığışaq. Hə, Vüqar müəllim qoy yazsın. Keçdi uzun bir qərinə, indi vaqif olmuşam mən onun sirlərinə. Yəni müəllim olandan sonra onun sirlərinə bir daha Vüqar müəllim vaqif olub. İndi sözü Yaqub Namazova, partiyanın üzvü Yaqub müəllimə vermək istəyir. Həqiqətən bu ziyalıların, bu alimlərin, bu söz adamlarının, söz sahiblərinin yanında bizi kimi başqa sahənin adamının söz deməyi, çıxışı biraz ola bilər, zəif alınar, məntiqsiz alınar. Yox. Hər cür ola bilər. Ona görə bağışlayın. Buyurun. Mən bacardığım qədər, yetirdiyim qədər tədbirlərdə iştirak edirəm. Hər tədbirdən bir söz oğurlayanda insan gəlir, bir xeyli mükəmməlləşir. Tam mükəmməl olmasa da bir balaca bir izə düşə bilir. Bugün həqiqətən mütəməllim müəllimin burada təşkil etdiyi, şərait yaratdığı bax bu ab-ı hava mən də hiss edirəm ki, hamıya xoş gəlir. Ona görə sizə bəri başdan təşəkkür edirəm. Bayaq Fərman Borçalıya sual verdim ki, 20-ci əsrdə yazanlar, yaradanlar, alimlər, müxtəlif alimlər, yəni müxtəlif deyəndə nəyi nəzərdə tuturaq, bu ədəbiyyatdan kənar, yəni gördüm, məsələn, neftin emalı, digər sahələrdə hər tərəfli mütəxəssislər, alimlər, akademiklər yetişdi. Görən dedim, Fərman müəllimə dedim, 21-ci əsrdə gənc şairlərimiz yetişə bilirmi? Yazıb yarada bilirmi? Və gələcəyə doğru apara biləsidirmi? İndi onu da zaman və gələcək göstərər. Sizə Vüqar müəllim, mən uğurlar arzu edirəm. O uğurladığım sözlərdən çalışıram deyəm. Yazasınız, yaradasınız və gələcək nəsillər bax bu nəslin nümayəndələrindən nəsə öyrənib
nəsə uğurlayıb, özlərində bir yaradıcılıq, yaradıcı hissiyyətlərlə bərabər nəsə bir şey yarada bilərlər. Bir də mən istərdim fürsətdən bir şeyə istifadə edeyim. Hərçənd qohumun qohuma nə isə deməyi, o biraz üzr istəyirəm, hamdan zad çıxır. Tərəfkeşliyimi çıxır, nə çıxır yox. Mən Çingizlə mən əmoğluyam, Çingiz müəllim. Və Çingiz müəllimə təşəkkür etmək istəyirəm ki, müəyyən tədbirlərə imkanı qədər müəyyən adamlarımı cəlb edir, təkan verir, hər şey Yardımcı olur. gücü qədər, gücü çatan qədər, bəli, Musa müəllim. Bax, belə ayaq üstə, canpaşanlıqla istəyirsiniz nə isə göstərəsiniz. Nəsə hər şey yerində olsun. Bax, sizə də böyük təşəkkürüm var və müəyyən adamları dəvət etməkdə, paylaşda bunun özü çox yaxşı bir haldır. Bir daha iştirakçıların hamısına can sağlığı arzu edirəm. Vüqar müəllim sizə yeni yaradıcılıq arzu edirəm. Vəfa xanım Vətəndaş Cəmiyyəti naminə Maarifləndirmə İctimai Birliyinin sədr müavinidir. Hər birinizi salamlayıram. Bu böyük, dəyərli tədbirdə məni də dəvət elədiyiniz üçün, söz verdiyiniz üçün hər birinizə təşəkkür edirəm. Bu cür dahi insanların qarşısında söz demək biraz həyəcanlıyam, üzüldü sayın. Şairimizi də təbrik edirəm. Vüqar Oğuzun yaradıcılığı ilə tanış oldum. Şeirləri ilə, böyüklərimizin sözünə qüvvət, doğrudan da hər bir mövzuda şairimiz yazır. Mən də diqqətimi orada bir şeir cəlb elədi. Üzr istəyirəm böyüklərimdən. Arada mən övladlarıma da belə deyirəm. Bir zamanlar belə bir şeylər var idi. Kitabla tanışlarında da burada da bu şeiri gördüm. Bax, var idi bar bərəkət. Həyətdəki təndirimiz, Fatma nənə yadigarı. Var həm qışda, həm də yayda. Çörək kimi ruzi barı. Toplayardı illər öncə ətrafına uşaqları. Bişirəndə anam çörək. Bir görəydin kaş ki gərək, neçə könül, neçə ürək, sən gör neçə sevinəcək. Bir yerdəydi sevincimiz, pis günümüz, kədərimiz, yoxdur bizdə hasar, barı, göz görürdü dostu, yarı, süfrə salıb evimizdə, bir gün sizdə, bir gün bizdə, qəbul edib dəvətləri, Allah verən nemətləri, kəsirdilər duz çörəyi, indi verin siz də rəyi. Belə idi bu məmləkət, bax, var idi, bar bərəkət. Bu şeir mənim diqqətimi cəlb elədi. Çox sağ olun. Təbrik edirəm şair sizi, qələminiz qüvvətli olsun, uğurlarınız bol olsun. Çox sağ olun. Sağ olun. Şair, yazar olmasam da, amma ədəbiyyata, mən şeirə, sözə bağlı bir insanam. Uşaqlıqdan, ona görə ki, mənim uşaqlıqdan, bələmizin bayatı ilə böyümüşük. Mən bayaq müəllimlə indi burada tanış oldum. Yəni, işim də elə olub ki, həyatda insanlarla işlədiyimə görə, demək olar ki, özümdən belə olması, insan tanımaqda yanılmamışam. Yenə də dünənki tədbirdə İradə xanım təhlifini aldım. Burada gəldim, müəllimlə belə burada elə baxıram. Həqiqətən ki, ədəb-ərkanlı, gözəl insan, bir-iki şeirini də baxdım, oxudum. Mənim marağımda olan bir şeiri Ağsaqqal elə mənim ürəyimdən keçəni dedi sizin şeirinizdən. Mən bilən həmişə, yəni Cənub bölgəsi əksəriyyəti bayatı ilə. Mənim atam Qarabağlıdır, anam Cənubdan, Yardımın Perinbir kəndindən. Həmişə mənim gözüm açanda, yəni onlarda Allahdan sinə dəftər olublar. Yəni sinədən gəlib. Anam savadsız insan olub. Amma həmişə ardıcılıqla onun bayatıların, yəni dinləmişik, laylayım. Mən həm də ki, bu Ədalət Partiyasından illər öndən yaxından tanışam, onun rəhmətli liderindən də şəxsi münasibətlərimiz olub. Çörək də kəsmişik. Bu Mütəllim müəllimin, əsas da mən bu partiyada
İradə xanım ən ilk öncə İradə xanımdan sonradan münasibətimiz. Sonra bizim dostumuz Füzuli müəllim bu partiya yaxınlıq eləyib. Mən sonra bura yaxınlaşandan sonra həqiqətən görüm burada mənim tanıdığım hər bir insan elə siftədən tanım. Çingiz müəllim illər öncədən həmişə tədbirlərdən bu Fərman Borçalı mən həmişə ona zarafatcan biraz incəsədə, yəni üzr istəyirəm, mən onu səmimi əslində demişəm, Fərman Borçalı, yəni o təxəllüs kimi. Belə hamı səmimi, elə bil burada bir ailədir bu partiya. Elə bunun ən gözəlliyi partiyada səmiyyət varsa, o partiya, onun gələcəyi də var. Lideri də gənc bir insanın həqiqətən də mən mütəllim müəllimdə, tədbirlərdən yəni münasibətimiz olub. Mənim də həmişə bir daxilimdə bir öz aləmim var. Milliyyətindən, dinindən, irqindən asılı olmayaraq hər bir şeyi mən səmiyyətlə qəbul edirəm. Mən də deyirlər, Talib müəllim, sənin böyük çevrən var. Mənim çevrəm mənim səmimiyyətimdir. Mən fərq qoymuram, bu hardandır, bu nə millətidir. Mən ancaq insani keyfiyyətə qiymət verəcəm. Müəllimlə də, şeirlərlə də baxdım, tanış oldum. Həqiqətən görəm, abırlı, hayalı bir, ziyalı bir insandır. Şeirlərlə də, mən də Vüqar bəy, Vüqar Oğuz, sizə fəaliyyətlərinizdə uzun ömür, can sağlığı, Allah sizə neynimarım deməsin. Mənim özüm də yəni dini bir ailədənəm. Amma mən o şovinist dinçi deyiləm də, mən demokratik, yəni fikirli. Mənim yaxın bir dayı oğlanlarım var. Müəllim bəyəxlar adını çəkdiyim də zəng eləyib, soruşurdu ki, vacibi tanıdım. Yəqin tərbiyyədən sonra yenə də çalışdırırım, danışarsınız. Mənə burada hər bir şey çox gözəldir. Hamı xoş təsirat bağışlayır. Buradakı insanın səmimiyyəti. İnsanla mən çox danışanda, danışma bilsin necə, çox da işim elədi ki, gözümü açanda, yəni ictimaiyyətlə, cəmiyyətlə, işim də həyatı boyu cəmiyyətlə. Mənim cənubdan siz bilirsiniz, mənim ana tərəfim də sürgün olub, əli silah Rus Nikolayına qarşı döyüşüb. Yox, anam tərəfdə. Perim verirlər ki, o yeganə öz də Türk tayfası olub, onlara batabı axırda NKVD-dən parçalayıblar o kəndi. Atam tərəfdəki yenə əslən Şuşalıçın, amma mən Ağdamda doğulmuşam. Yəni o da elə, onlar da, atam da 15 il Maqarnada Sibirdə siyasi dissident olub, yad tutab olub. Buradakı sizin səmiyyətinizdir məni danışdıran. Yəqin sizin tələffüzümdə, tənəffüzümdə problem var. Burada hər birinin səmiyyəti məni danışdırdı. Haloğlu, sənə uğurlar. Haloğlu düşürdü, icazə versin, mən də biraz regionçuluq edeyim. Öpürəm hamınızı, Çingiz mənim, sağ olasın. Sağ olun. Əziz dostlar, deməli, şair olasan, sevgidən yazmayasan, bu qəbahət olar. Vüqarın da bir sevgi şeirini tapdım. Ancaq qızından xahiş eləyirəm, gedib anasına deməsin. Çox demirəm. Mən ki, çox demirəm, bircə dəfə sən yenidən qəlbimə girə biləsən. Mən gələ bilmirəm, bəlkə yenə sən ilk dəfə gördüyüm yerə gələsən. Demə, mən sevmirəm, demə, mən sevmirəm. Bu dəfə də sən qayıdıb əvvələ sevə biləsən. Axı mən demirəm, bəs nə üçün sən qırılmış bir qəlbə gərəkməyəsən? İndi sözü mən Elman müəllimə vermək istəyirəm. Elman müəllim Ədalət Partiyasının sədr müavinidir. Dəyərli qonaqlar, hər birinizə xoş gəlibsiniz deyirəm. Çox gözəl çıxışlar oldu hər biriniz. Demək istədiyim sözlərin çoxu deyildi. Və bu kitaba baxıb, oxuyub, burada nə fikir formalaşdırmaq olar? Vüqar Oğuz kimdir? Bunun haqqında nə demək olar? Vüqar Oğuz müəllim şairdir, dünyəvi şairdir, vətənpərvər şairdir və sevən şairdir. Siz bayaq sevindiniz. Sevgi Allaha, insana, bəşəriyyətə olur da. İndi şair əgər bir xanıma şeir yazırsa, o bunun bütün dünyaya olan sevgisini bir obrazda göstərir. Doğrudan da hər tərəfli bir şairdir. Musa müəllim, siz də ön söz yazmışsınız. Çoxdan axtarırdım ki, kiməsə bir sual verim.
Görən niyə cahanda şeirlər növbə-növdür. Şeiri yazanlar isə cəmi ikicə növdür. Şair var ki, şeir yazır göy xəzərə baxaraq. Şair də var şeir yazır kartof dibi yığaraq. Şair var bir şeir üçün korlayır bir dəftəri. Şair də var bəhs edir dəftərin bir vərəqi. Şair var kitabları, ambarları zəbt edib. Şair də var misrası, milyonları fəth edir. Bax, arzu edirəm ki, sizin o misralar, məsələn, misraların birini nümunə göstərim ki, haramdan uzaq dur, çox çəkməz dadı, çünki haram kimi adı var adı. Bu, məsələn, milyonları fəth edəcək bir şeydir. Ya. Bir gözümdə dünyadır, digərində axirət, biri olub keçici, biri daim sərvət. Doğrudan da çox belə nəsihətamiz, ibrətamiz şeirlərdir. Sizə bol-bol uğurlar. Siz də yəqin ki, o şeirə bir cavab yazacaqsınız nə vaxtsa. Bir də hazır. Sizin şeirə niyə Nəzirə yazmayıb Musa Ələkbərli? Sizdə, yox. Qazaxlar həncər deyir, Gədəbəylər hancarı deyir. O qafiyə tutmadığına görə Musa müəllim yazmayıb onu. Sağ olun, hər kəsə təşəkkürlər. Sizə bol-bol uğurlar. Maysə xanım, buyurun. Hepinizi salamlayıram. Burada toplaşan, əyləşən hər kəsi salamlayıram. Belə bir söz adamlarınla, şairlərlə bir məclisdə oturmaq nə xoş, dinləmək nə xoş. Mən özüm söz sənət adamı olmasam da, mənim özüm ixtisasca maliyyətçiyəm. Mən daha çox dəqiq elmlərə əsaslanıram, amma sənətə, şeirə böyük dəyər verirəm. Mən də Vüqar müəllim ürəkdən təbrik edirəm. Deyirəm ki, axırıncı olmasın, axarıncı olsun, davamlı olsun, xeyirli, uğurlu olsun. İnşallah olsun ki, yeni daha böyük yaradıcılıq tədbirlərinə bərabər yığışaq. Təbrik edirəm. Çox sağ olun. Çingiz müəllim Tovuz Xeyriyyə Cəmiyyətinin sədr müavinidir. Ancaq Tovuz Xeyriyyə Cəmiyyətinin bütün ağır işləri Çingiz müəllimin çiynindədir. O öz xeyirhaxlığı ilə, o yorulmaq bilmədən bütün tədbirlərdə, bütün deməli Allah xeyir iş qismət eləsin həmişə, bütün xeyir işlərdə və yaxud da bir mərasim olanda, yas mərasimləri olanda, Tovuzda, Respublikamızın bütün bölgələrində, harda olmasından asılı olmayaraq Çingiz müəllim tanıdığı, bildiyi, ünsiyyətdə olduğu bütün insanların həmişə dadına çatıb, həmişə deməli o tədbirlərdə iştirak eləyib, bir növlə bir sözlə özünü bu ictimaiyyətə, özünü xeyirhaxlığa sərf eləyən bir insandır. Çingiz müəllimə söz verək, onun da Vüqar haqqında olan deməli ürək sözlərini eşidək. Hörmətli yoldaşlar, hörmətli sədrimiz, mənə çox xoşdur ki, bu gün burada belə yaradıcı kollektivlə, xanımlarla bizim partiyadaşımızın, rayon sədrinin bu kitab təqdimatına görüşmüşdük. Sizin hər birinizi salamlayıram. Hər birinizə minnətdaram. Ona görə ki, bu gün bizim partiyanın başkanı rəhmətli İlyas müəllimi yada saldınız. İlyas müəllim haqqında öz ürək sözlərinizi dediniz. İlyas müəllim haqqında danışmaq çoxdur. Mən üçün də biraz çox çətindir, çünki onu mən həmişə özüm ağsaqqal bilmişəm, onun evində olmuşam dəfələrlə, onun addım onunla bir yerdə olmuşam. Ağırdır belə, bilsən nə Ziyəddin müəllim, 30 il bir insanla yoldaşlıq eləyəsən, tanışasan, filan eləyəsən, çətindir. Çox sağ olun, hər birinizə təşəkkür edirəm. Azərbaycanda 2 rayon var. Bir Masallı, bir Şəmkir. Torpağa bağlı. Şəmkirdən keçəndə kənd və kənd görürsən ki, düm ağarır, deyirsən, bu nədir? Hamısı o firmalar, o təcrübə mərkəzləri, xiyar, pomidor filan, tərəvəz, yəni kənd təzərbatlı istixanalar. Masallıya gedirsən, elə girdim, Cəllabadı keçdin, görürsən ki, bura ayrı aləmdir. İnsanlar torpağa bağlı, insanların zəhmətkeş insanlar, ondan sonra xeyirxah insanlar
Masalıdan maşını qoy, qapısını bağlama, çıx get. Gəl, nəyin var içərisindədir. Biz elə müəllim deyir, mən 2 dəfə getmişəm, səndən sonra bir dəfə də getmişəm. Lap əvvəllər də getmişəm, 30 il, 40 il, 50 il bundan qabaq. 1980-ci ildən Azərbaycanı gəzirəm. Bütün Masallının Ərkivan kəndi var, uzunluğu 14 kilometrdir. Onun da bir Cəmilli məhəlləsi var. 80-ci ildə o vaxt bilirsiniz də Sovetin dövründə qardaşlaşmış rayon var idi, filan var idi. Fəxri vətəndaşlıq var idi. Cəmilli kəndinə məni fəxri vətəndaş qəbul ediblər Azərbaycanda birinci dəfə olaraq. Mən partiyadaşımıza, İlqar müəllimə can sağlığı arzu edirəm. Onun yaradıcılığında müvəffəqiyyət arzu edirəm. Kitabını oxuyacağım, bir neçə şeyinə baxdım. Təqdirə layiqdir, burada ona qiymət verdilər. Mən də ona can sağlığı arzu edirəm. Qızı buradadır, onu müvəffəqiyyət arzu edirəm təhsilində filan da. Amma o sevgi şeirini mən bilirəm ki, o qızın anasına yazıbsan. Bir daha təbrik edirəm, hamıza can sağlığı arzu edirəm. Sağ olun. Bütün sevgiləri birləşdirib birinə yazdım. Çox sağ olun Çingiz müəllim. Bugün bu məclisin keçirilməsində, eyni zamanda bu kitabın araya ərsəyə gəlməsində, təşkilatçılığında müstəsna xidməti olan bir xanım var. O xanım İradə Aygül xanımdır. İlyas müəllimi təəssüf olsun ki, mən rəhmətə gedəndən sonra tanıdım. Kitabını yığan vaxtı, ondan əvvəl biz jurnal hazırladıq Çingiz müəllimin rəhbərliyi altında. Həmin vaxtlarda tanıdım və İlyas müəllimə görə kimə zəng elədim, kimdən müsahibə götürdümsə, hamı böyük sevgi ilə danışdı, ehtiramla danışdı. Bilirsiniz, adətən belə bir adət var ki, insanı ölənə qədər tərifləyirlər, öləndən sonra adamlar o cür danışmır. Amma İlyas müəllim haqqında elə danışırdılar ki, elə bil ki, İlyas müəllim böyük bir kürsüdə oturub, həm vəzifə kürsündə, həm milli mənəvi kürsüdə, böyük bir kürsüdə əyləşib və dinləyir o adamı. Mən İlyas müəllimi sevəndən sonra, həqiqi mənada sevəndən sonra bu partiyaya gəlməyi özümə şərəf bildim. Sonra dəyərli Mütəllim müəllimi tanıdım. Mütəllim müəllimə də mənim bir müəllim kimi, pedaqoq kimi, böyük bir ziyalı kimi hörmətim var. Bütün bunlar Çingiz müəllimin sayəsində oldu. Çingiz müəllim, çox sağ olun ki, məni bura gətirdiniz və mən burada olduğum müddətdə, bilmirəm belə nifti nədir, həqiqətən İlyas müəllimin mən ruhunu hiss edirəm. Sanki onu başım üzərində görürəm həmişə, işimə daha məsuliyyətli, daha ədalətli yanaşmağa çalışıram. Vüqar müəllimi də mən bu partiyaya görə tanıdım. Kitabının çapa hazırlanmasını Mütəllim müəllim mənə təklif eləyəndə tərəddüdlə qəbul elədim. Ancaq Mütəllim müəllim olan ehtiramımın cavabı idi ki, mən onu qəbul elədim. Sonra Vüqar müəllimin özünü tanıdım. Çox şadam bu tanışdığımıza. Kitab haqqında burada çox danışdılar. Vüqar müəllim icazə verin, mən danışmayım. Növbəti kitabın, Nəsir kitabında mən danışacağam. Çünki Nəsir məni daha çox qane eləyir. Bizim dəyərli Füzuli müəllimimiz buradadır. Partiyamızın təşkilat şöbəsinin müdiridir, təşkilatı işlərə rəhbərlik eləyir və onun təşkilatçılığıdır. Füzuli müəllim, mən bütün əməyinizə görə sizə də minnətdaram. Füzuli müəllimin qonaqlarına da minnətdaram. Çox sağ olun, gəldiniz. Və burada bizim bir gözəl xanımımız da var. Partiyamızın Mingəçevir Gənclər Təşkilatının sədri Elnarə xanım. Bir də bizim Vüqar müəllimin qız balası buradadır. Həm də kitabımızda onun da əməyi böyükdür. Kitabın operatorudur. Buradan danışarsın. Sən də gəl. Kitabın operatorudur. Əziyyət çəkir. Övladıdır. Yox, tərəddüd eləyirdi çıxış üçün. Ona görə mən ikisini də bura çəkdim. İndi mən sözü verirəm gənclərə.
Gənclərlə işləmək həqiqətən gözəldir. Çox arzu eləyərəm ki, partiyamızın başqanı gənc olduğu kimi ətrafımızda da düzdür ağsaqqallar, ağsaqqal bizim məsləhətinə böyük ehtiyacımız var, amma ətrafımızda da istəyərəm ki, gənclər daha çox olsun. Çünki gənclik gözəllikdir, gənclik hərəkətdir, gənclik həyatdır. Mən də bugün burada toplaşan bütün qonaqları, şairlərimizi, ziyalılarımızı, hər birinizi salamlayıram. Bugünkü tədbirdə mənə söz verdiyiniz üçün təşəkkürümü bildirirəm hər birinizə. Bu partiyanın gənc nümayəndəsi olaraq burada iştirak etmək mənim üçün həm qürur verici bir hadisədir. Çünki belə bir ziyalıların, şairlərimizin əhatəsində və təbii ki, sizlərdən öyrənəcək çox şeylərimiz var. Və mən də şairimizə uzun ömür, can sağlığı arzu edirəm. Qələminiz hər zaman iti olsun. Belə deyim, ədəbiyyat söz sənətidir. Əslində bu qədər sözlərdən sonra mən nəsə deməyim yaxşı çıxmaz. Sadəcə olaraq onu deyə bilərəm ki, yaradıcılığınızda, şeirlərinizdə o qədər gözəl mövzulara toxunmusunuz ki, hansı ki, həm keçmiş, həm indiki, həm də gələcək üçün ən aktual olan mövzulardan biridir. Və orada şeirlərin ahəngliyi, dinə olan sevgi, vətənə olan məhəbbətiniz, ümumiyyətlə sevgini o qədər gözəl tərənnüm etmisiniz və ən ali, ən saf hisslərlə tərənnüm olunub və arzum budur ki, hər zaman əsərləri, şeirləri oxuyanda düşünürdüm ki, görəsən 5-10 və daha çox illərdə belə bir şeirlərlə rastlaşmaq mümkün olacaqmı? Və indi görürəm ki, həqiqətən mümkündür və ən böyük arzum, bəlkə biz indi gənclər tam bu şeiri, sözün sənətini tam bilməsək də o qədər hər şey öz dəyərini itirməkdədir və istəyirəm ki, bu söz sənəti gələcəyimiz üçün, gələcək nəsil üçün hər zaman önəmli olsun. Yəni bu söz sənətini biz gələcək nəsilə çatdıraq və bir daha təşəkkürümü bildirirəm. Bu qədər. Çox sağ olun. Şairin qızı. Burada toplaşan hər kəsə çox təşəkkür edirəm, salamlayıram hər kəsi də. Bu təqdimatın hazırlanmasına və burada yerləşən bütün şairlərə çox təşəkkür edirəm ki, atamın belə gözəl günündə buradasınız. Əziz dostlar, bugün Vüqar müəllimin burada bir qohumu da iştirak eləyir, Emin adında. Çox sağ olun, belə bir tədbir hazırlamışsınız həqiqətən. Dəvət üçün də minnətdaram. Mən Vüqar müəllimin dayısı oğluyam. Düzdür, yaş fərqimiz bir xeyli var. Özü atamla yaşıddır, amma bizim üçün əmidir, yəni biz əmi gözündə görmüşük həmişə. Yəni yaradıcılıqda uğurlar arzulayıram. Ümumiyyətlə, belə deyim, belə bir tədbirə ehtiyac var imiş, yəni mən tərəfdən, onu demək istəyirəm. Çünki söz olan yerdə, belə yaradıcı insanlar olan yerdə həqiqətən o yerin öz bir bərəkəti olur. Mən onu hiss elədim və kaş biraz tez gələrdim, amma müəyyən səbəblərdən biraz gec qoşuldum. Hər birinizə təşəkkür edirəm bir daha, yaradıcılığınızda uğurlar arzulayıram. Başda da Vüqar müəllim sizə. Ümid edirəm bu kitabların, belə deyim, ardı arası kəsilməz, inşallah bərəkətli olar. Çox sağ olun. Mən bu məclisdə yox da deyə bilmədim. Bir də ki, siz İsmail bəydən danışırsınız. İlyas İsmailovdan. O mənim əlimlə çay içib. O mənim əlimlə çörək yiyib. Mən elə yerdə işləmişəm ki, o təşkilata gəlirdi. Mən onu lap cavan vaxtından tanımışam. Allah sizə can sağlığı versin, onun da ruhu şad olsun. Onun qardaşı Əli İsmailovla işləmişəm mən. Ona görə o həmişə ora gəlirdi, Bakı Tütün Fabrikinə. Böyük bir təşkilat, bilirsiniz də ora. Mən çox sevinirəm ki, bugünkü gün mən sizləri tanıdım, sizlərə yaxın oldum. Bir ananız kimi, bir böyük xalanız kimi. Allah sizdən razı qalsın. Və kimin ki adına toplaşmışıqsa da Vüqar bəy. Vüqar bəy, mən də bir... Mən də bir Azərbaycan xanımı kimi dualarımı sizə burada oturub yazdığım bir kəlmə sözlə təbrik edirəm. Vüqar bəy, yazar qələmin bitməz olsun. Kitabın axar su kimi olsun.
qəlbinə gələn sözlər bitməyən bir arzu olsun. Mən də Qazaxdanam. Mən şairlər vətəninənəm. Məndə kitablar, dəftərlər var ki, nə boyda, amma gərək həmən yazam onu. İndi şairlər özü bilir də, gəldi gərək yazasan. Gəlmədi, sonra unudursan. Allah sizə can sağlığı versin. Çox gəldi buraya qəlbimə, ürəyimə sözlər, amma gərək mən deyəm kimsə yaza, o da alınmadı. Allah sizə can sağlığı versin. Ən əsas Allah balalarınızı sizə çox görməsin. Sizin davamçınız olsun. Füzuli müəllim də qoy ürək sözlərini desin. Allahdan arzu edirəm ki, davamlı olsun, gözəl əsərlər yaratsın. O cümlədən də partiya sədrindən minnətdaram ki, belə şərait yaradıb ki, bu kitab təqdimatını keçirə bildik. Onun özü də böyük bir işdir. Sağ olun, hər birinizə minnətdaram. Mən bu istirahət günündə deməli öz vaxtınızı ayırıb bura mənə sərf edibsiniz həqiqətən də. Ona görə də əvvəlcə deyirəm sizə haqqınızı halal eləyin. Mərasim xatirə şəkillərinin çəkilməsi və şairin iştirakçılara imzalı kitablarını hədiyyə etməsi ilə yekunlaşdı.